Salam aleykum Natiq usta. Aleyküm qardaşım. Nə hazırsan inşallah bu gün izləyicilər üçün? Bu günləri mən boyat çörəyimizi israf eləməmək üçün bütün qardaşlarımıza məsləhət görürəm ki, bu boyat çörəyimizi israf eləməyək. Bundan gözəl bir yemək hazırlayacağam sizlər üçün. Qardaşlar, bir ədəd yumurtamı mən əlavə edirəm qardaşlar. 2 qaşıq unu qardaşlar əlavə edirəm yumurtamın içərisinə qardaşlar. 2 qaşıq südü qardaşlar əlavə edirik. Zövqə görə duz qeyri-adi olsun. Qardaşlar, soğan xırda-xırda doğramışam, bir də şüyüd. Qəşəngcənə bunu mən salxalayıram, bir-birinə qəşəng otursun qardaşlar. Baxın gözəl qardaşlar, boyat çörəyinizi israf etməyin, gözəl mənim qardaşlarım. Qəşəngcənə doğrayın, evdə qəşəng hazırlayın. Əziyyətimizə qarşılıq fəxri şefimizin kanalına bir abunə, bir dəstək olun, zəhmət olmasa. Bir yorum, bir takip. Gözəl qardaşlar, əlavə edirik çiğimizin içərisinə. Otursun. Qardaşlar, bu qaydada yoğururuq. Gözəl qardaşlar, yağımı əlavə edirəm içərisinə, bir dəfədə qarışdırırım. Gözəl qardaşlar, ayırırıq bu hissələrə qəşəng koklet kimi düzəldirik. Koklet necə də eyni koklet formasında, baxın. Gözəl qardaşlarım, 35 qəpiklik koklet. Gedirsiniz 10 manat, 15 manat verib koklet alırsınız. Bir dənə siz Allah'ına baxın, dəyər verin də buna. Dostlar baxın, görün nə qəşəng pul kimi qızarıb. Gözəl qardaşlarım, baxın, lökum kimi. Bu cür əziyyətə qarşılıq sizdən bir dənə dost, qardaşlar, xahiş edirəm. Bir dənə yorum, bir dənə takip, başqa heç nə istəyirəm. Canınızın sağlığı. Gedin hazırlayın, yeyin. Yəni baxaq görə necə bir dad hazırlanır. İyi şey məni dəli edir burada. Əllərə sağlıq Natiq usta. Vay oğlum. Göz haqqınızı halal edin. Böyle öpmeyin.